Hazırda Almaniyanın Müdafiə Nazirliyinin qarşısındayım. Məhz burada ölkənin hərbi təhlükəsizlik siyasəti ilə bağlı, gənclərlə bağlı gələcəkdə atıla biləcək addımlar müzakirə olunur və hökumətə təqdim olunur. Orduda kadr çatışmazlığı və Avropada artan gərginlik fonunda Almaniya məcburi hərbi xidməti yenidən qaytarmaq istiqamətində illər sonra yenidən addımlar atır. Bu prosedurun hər il təxminən 300 min gənci əhatə edəcəyi gözlənilir. 2026-cı ildən etibarən 18 yaşını tamamlamış kişilər silahlı qüvvələrə qoşulmağa hazır olduqlarını və fiziki hazırlıqlarını əks etdirən anket dolduracaqlar. Qadınlar isə bununla bağlı seçimdə sərbəstdirlər. Hərbi xidmətin modernləşdirilməsi haqqında qanunla müdafiə qabiliyyətimiz üçün mühüm addım atırıq. Gənclərlə, məktəblilərlə etdiyim saysız hesabsız söhbətlər göstərir ki, burada oturan bəzi deputatların dediyindən daha çox insan məsuliyyət götürməyə hazırdır. Yalançıların sözlərinə inanmayın. Burada söhbət könüllülükdən gedir. Heç kimi nəyəsə məcbur etmirik. Sadəcə məlumatların əks olunduğu anket doldurulur və heç kim əziyyət verməyən tibbi müayinə edilir. Söhbət ordunun şəxsi heyətinin kəskin artırılmasından getmir. 2035-ci ilədək Almaniyada təxminən 260 min əskər və zabit olmalıdır. Hazırda onların sayı 183 mindir. Eyni zamanda ehtiyat qüvvələri 200 min nəfərə çatdırılacaq. Rusiyadan gözlənilən hərbi müdaxilə halında 460 minlik qüvvəyə sahib olmaq planlaşdırılır. Əgər Bundeswehr hədəflərinə çatmasa, ehtiyac yaranarsa məcburi çağırış tətbiq edilə bilər, amma bu avtomatik baş verməyəcək. Bunun üçün Bundestagın ayrıca qərarı lazım olacaq. Belə halda gənclər püşkatma və ya digər mexanizmlə seçiləcək. Buna baxmayaraq gənclər könüllülük prinsipinə inanmır. Almaniyada Rus təhdidinə baxmayaraq antimilitarist hərəkat çox güclüdür. Bundestagda səsvermə aparılarkən binanın xaricində etirazçılar toplaşmağa başladı. Püşkatma vasitəsilə öldürməyə və ölməyə məcbur edilməyimizi sakitcə izləməyəcəyik. Biz döyüş ətinə çevrilmək istəmirik. Şüarları qaldıran etirazçılar hesab edir ki, tibbi müayinə məcburi çağırışın ilk addımıdır. Die Musterung ist nur der erste Schritt zu werfen. Bu çağırışın tədricən, mərhələlərlə həyata keçirilməsi üçün bir modeldir. Çünki çağırışı dərhal tətbiq etmək mümkün deyil. Müqavimət artır. Hazırda söhbət kişilərdən gedir, lakin Almaniya ordusunda hər 7 hərbiçidən biri qadındır. Bundeswehr əskərlərə ayda 2600 avro ödəyir. Orduda xidmətin digər üstünlükləri də var. Məsələn, Almaniyada çox baha başa gələn sürücülük vəsiqəsinin alınmasında maddi dəstək. Məcburi hərbi və ya alternativ vətəndaş xidməti bərpa olunacağı tədbirdə bu yalnız kişilərə aid olacaq. Almaniyanın müdafiəsinə hər kəsin, təkcə gənclərin deyil, bütün yaş qruplarının və bütün cinslərin nə töhfə verə biləcəyi sualı ön plana çıxmalıdır. Məqsəd Almaniyanı güclü etməkdir. Burada söhbət təkcə silahlı döyüş xidmətindən getmir. Bu çox kiçik bir hissədir. Söhbət həm də logistika, tibbi xidmət, enerji təchizatının təşkili kimi sahələrdən gedir. Müasir dövrdə həm kişilər, həm də qadınlar cəmiyyətə öz töhfələrini verməlidirlər. Bu, cəmiyyətimizin birliyini gücləndirir. Məqsədimiz odur ki, həm kişilər, həm də qadınlar üçün cəlbedici imkanlarla daha çox insanı xidmətə cəlb edək. Məsələn, sürücülük vəsiqəsi əldə etmək kimi təşviqlər hər iki cins üçün eyni dərəcədə maraqlıdır. Almaniyada hərbi xidmətin gələcəkdə könüllü qalacağından ya da yenidən məcbur olacağından asılı olmayaraq, ölkənin konstitusiyası hər bir vətəndaşa vicdan prinsiplərinə əsaslanaraq əlində silahla hərbi xidmətdən imtina etmək hüququnu təmin edir. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.